Xoş gördük. ASTV İqtisadiyyat efirdədir. Studiyada mənəm Namiq Əliyev. Öncə anonslar, daha sonra isə bütün detallar bizdə. Azərbaycanda rəqəmsal iqtisadiyyat strategiyası 2026-2029 təsdiqləndi. Növbəti 4 ildə rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılmalıdır. ABŞ-nin Mərkəzi Bankı Fed ilin son iclasında uçot dərəcəsini 25 baza bəndə endirdi. Faizlər 3,50, 3,75% aralığına düşdü. Qərarın bazarlara təsir və Jerome Powell'in verəcəyi mesajlar az sonra ASTV İqtisadiyyatda. Bitcoin'in qiyməti $1 milyon olacaq. Bu proqnozla dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan Coinbase'ın icraçı direktoru Brian Armstrong çıxış etdi. 2029-cu ilə qədər Azərbaycanda rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması planlaşdırılır. Bu, Prezident İlham Əliyevin bugün təsdiqlədiyi rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiyasının təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb. Sənədə əsasən rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə isə 180 olmalıdır. Burada bilavasitə biz qeyd edə bilərik ki, deməli, əmək bazarının rəqəmsal iqtisadiyyatın tələbinə uyğun olaraq kadrlarla təmin olunması, ayrı-ayrı müəssisələr daxilində məhz rəqəmsal bacarıqların və rəqəmsal texnologiyaların tətbiqi üçün müxtəlif tədbirlərin görülməsi, eyni zamanda bu istiqamətdə xarici müəssisələrdə yerli kadrların hazırlanması üçün təqaüd proqramlarının hazırlanması, eyni zamanda müxtəlif deməli texnoloji və rəqəmsal platformaların yaradılması, təlim proqramlarının icra olunması və ayrı-ayrı bir çox tədbirlər vardır ki, məhz bu tədbirlər nəticəsində düşünürəm ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatın yeni bir dönəminə start verilmiş olacaqdır. Azərbaycanla ABŞ arasında Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də TRIP layihəsinin qısa zamanda istifadəyə verilməsi müzakirə edilib. Ekspertlər də hesab edirlər ki, Zəngəzur dəhlizi Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilən yeni dövrün çağırışlarıdır. Zəngəzur dəhlizi və Tramp marşrutu təkcə region iqtisadiyyatı üçün yox, ümumiyyətlə Orta Dəhliz üzərində ən böyük layihələrdən biridir. Şərqlə qərb, eləcə də şimalla cənub arasındakı nəqliyyat və yük daşınmaların intensivliyinin artması və inteqrasiyası nəticəsində bu daha böyük coğrafiyanı əhatə etmə imkanlarına malikdir. Və Zəngəzur dəhlizinin və Tramp marşrutunun Azərbaycanın milli maraqlarını ifadə edəcək addımlar da orada mövcuddur. Nə mənada ki, biz Naxçıvanla quru əlaqə yarada biləcəyik. Eyni zamanda bu Türk dünyasını birləşdirən ən böyük nəqliyyat vasitələrindən biridir. Və bütövlükdə Zəngəzur dəhlizi Tramp marşrutu qeyd etdiyimiz kimi Orta Dəhliz üzərindəki ən böyük segment olaraq region iqtisadiyyatına, Avrasiya iqtisadiyyatına əhəmiyyətli öz töhfəsini verəcək. Macarıstan iki tərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kub metr qaz alacaq. Ölkəmiz OPEC Plus sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 90 min barel geri qalıb. Pambıq üzrə orta məhsuldarlıqda son 5 ilin ən yüksək göstəriciləri qeydə alınıb. Ətraflı iqtisadi xülasədə. Macarıstan iki tərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kub metr qaz alacaq. Bu barədə Macarıstanın Xarici İşlər Naziri Peter Siarto sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış bu dəfəki saziş 2 il müddətində nəzərdə tutulub.
Azərbaycanda neft hasilatı noyabr ayında gündəlik 460 min barel təşkil edir və bu ilin oktyabr səviyyəsinə qalıb. Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına qeyd olunub ki, Azərbaycanın noyabr ayında neft hasilatı OPEC Plus sazişi çərçivəsində planda nəzərdə tutulandan təxminən gündəlik 90 min barel geri qalıb. Qeyd edək ki, ölkəmizin OPEC Plus sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Bu ilin 11 ayında pərakəndə ticarət şəbəkəsinə 58,5 milyard manatlıq məhsul satılıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,7% artıb. Bugünə olan operativ məlumata əsasən Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq hektara görə 35,33 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən bu 2000-ci ildən bəri qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Qeyd edək ki, Azərbaycanda əkin aparılmış 100.468 hektar sahədən kondisiya çəkidə 354.906 ton pambıq tədarik olunub. Azərbaycan Mərkəzi Bankının ötən gün uçot dərəcəsinin 0,25% bəndi azaldılaraq 6,75%-ə endirilməsinin maliyyə bazarlarına təsirindən danışacağıq, əziz tamaşaçılar. Mövzunu İqtisadçı alim Milli Məclisin deputatı Vüqar Bayramovla müzakirə edəcəyik. Salamlayaq Vüqar müəllimim. Vüqar müəllim, xoş gördük. Bəli, Mərkəzi Bank öz faiz qərarını açıqladı. Bu barədə sizin fikirləriniz, gözləntiləriniz nədir? Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərin 0,25% azaldılması ilə bağlı qərar qəbul edib. Bu qərar birbaşa həm Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, istehlak bazarında qiymətlərin Mərkəzi Bankın öncədən proqnozlaşdırdığı dinamikaya uyğun olaraq dəyişməsi, eyni zamanda təbii ki, tədbir balansındakı müsbət saldonun qorunub saxlanması ilə bağlıdır. Nəzərə alsaq ki, Mərkəzi Bank uçot stavkası və digər faiz dəhlizləri ilə bağlı qərarlarını birbaşa iqtisadiyyatda və xüsusən də makroiqtisadiyyatdakı vəziyyətə uyğun olaraq müəyyənləşdirir. Təbii ki, nəticə etibarilə həm də Mərkəzi Banka uçot stavkası alətindən daha sıx şəkildə istifadə etməyə və təbii ki, bununla da digər makroiqtisadi göstəricilərə pozitiv təsir etməyə imkan yaradır. O baxımdan Mərkəzi Bankın son qərarı bir mənalı şəkildə iqtisadiyyatdakı real vəziyyətə uyğun olaraq qəbul edilən qərardır. Mərkəzi Bankın son qərarından sonra kredit faizlərinin optimallaşdırılması və xüsusən də istehlak kredit rezerv faizlərinin azaldılması vacibdir. Düzdür, təbii ki, Mərkəzi Bank inzibati yolla banklarda kredit faizlərinin azaldılmasına təsir edə bilməz. Amma bütün bunlara yanaşı, uçot stavkasının azaldılması praktik olaraq banklar üçün də daha aşağı faizli gəlir və ya vəsaitin maliyyə resurslarının cəlb edilməsi mənbəyidir. Bu kontekstdən təbii ki, Türkiyə Mərkəzi Bank tərəfindən mövcud siyasətə uyğun olaraq həyata keçirilən tədbirlər eyni zamanda banklarda kredit faizlərinə daha çox təsir etməsi vacibdir və gözlənilir ki, Mərkəzi Bankın uçot stavkasında azalmalar davam edərsə, bu özünü kredit faizlərində də azalmalarda göstərə bilər. Təşəkkür edirəm Vüqar müəllim ətraflı məlumat üçün. Azərbaycan Mərkəzi Bankının ardınca bugün Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı olan Federal Ehtiyatlar Sistemi də uçot dərəcəsinin 25 baza bəndi endirdi. İlin son iclasında gözlənilən qərarı açıqlayan Federal Ehtiyatlar Sisteminin faiz intervalını 3,50-3,75% aralığında endirməsi barədə məlumat var. Bu ardıcıl 3-cü faiz endirimi olmaqla borclanma xərclərini 2022-ci ildən bəri ən aşağı həddə salıb. Qərar əmək bazarlarında soyunma siqnallarının gücləndiyi və əsas statistik məlumatların hökumətin bağlanması səbəbindən gecikdiyi bir dövrdə verildi, əziz tamaşaçılar. Biz bu mövzunun müzakirəsini iqtisadçı Elman Sadıqovla davam etdirəcəyik. Elman müəllim, salamlayıram sizi. Bəli, çoxdan gözlənilən qərar Federal Ehtiyatlar Sisteminin faiz qərarı. Bu qlobal bazarlara necə təsir edəcək? Bəli, qeyd etdiyiniz kimi Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sistemi dolların faiz dərəcələrini 0,25% bəndə azaldaraq 3,5-3,75 faiz dərəcəsinə indirdi.
bu faiz dərəcəsinin azalmasının əsas səbəbi kimi azalan inflyasiya təzyiqi və nisbətən artan işsizlik və o cümlədən biznes mühitinin daha da yaxşılaşması üçün lazım olan tədbirlərlə əlaqələndirildi. Federal iqtisadi sistemi əslində faiz dərəcələrini aşağı salsa da hökumətin qapanması başa çatdığı üçün və tədricən datalar hazırlanıb təqdim olunacağı üçün əslində biz yanvar ayında Amerika Birləşmiş Ştatlarında həm inflyasiya, həm də məşğulluqla bağlı real nəticələri görə biləcəyik. Digər əsas məsələlərdən biri isə bundan ibarətdir ki, Federal ehtiyatlar sistemi vurğuladı ki, məhz bu faizlərin aşağı salınmasında əsas amillərdən də biri mənzil bazarında, əmlak bazarında olan vəziyyətlə bağlıdır. Hal-hazırda həmin bazarda aktivlik aşağı düşüb. Bu da ipoteka faizlərinin yüksək olması ilə əlaqədardır. Yəni faizlərin aşağı düşürülməsi əslində ipoteka faizlərinin də aşağı düşürülməsinə xidmət edir ki, bu da əmlak bazarında müəyyən canlanmanın olacağı ehtimalını artırır. Təşəkkür edirəm Elman müəllim ətraflı məlumat üçün. Federal ehtiyatlar sistemindən sonra Türkiyə Mərkəzi Bankı da 2025-ci ilin sonuncu faiz qərarını açıqlayıb. Türkiyə Mərkəzi Bankının faiz qərarının qardaş ölkənin iqtisadiyyatına və maliyyə bazarlarına mümkün təsirlərini biz iqtisadçı Mehmet Yüce ilə müzakirə edəcəyik. Mehmet bəy, salamlayıram sizi. Bəli, qardaş ölkənin Mərkəzi Bankının qərarı Türkiyə iqtisadiyyatına necə təsir edəcək, sizdən eşidək? Selam, her vaktiniz hayır. Türkiye Cumhuriyeti Merkez Bankası politik faiz oranı %39,5'ta %38'e düşürerek yeniden 150 baz puanlık indirim kararı aldı. Bu karar bankanın yıl boyunca sürdürdüğü faiz indirim döngüsünün bir devamı niteliğinde olduğunu belirtmekte fayda vardır. Ve özellikle ekonominin dezenflasyon eğilimi göz önünde bulundurarak bu kararı alınmıştır. Son dönemde açıklanan enflasyon verileri özellikle Kasım ayı enflasyonunun beklentilerin altında gerçekleşmesi ve gıda fiyatlarındaki ılımlı artış Merkez Bankası'nın politika faizini aşağı çekmesi için bir alan yarattığını belirtmekte fayda vardır. Bu çerçevede Merkez Bankası enflasyon görünümdeki iyileşmeye dayanarak mevcut para politikasını kademeli şekilde gevşetmeye devam etmektedir. Piyasa aktörleri açısından faiz indirimi genellikle kredi maliyeti azaltarak ekonomi büyümeyi destekleyici bir sinyal olarak algılanmaktadır. Aynı zamanda enflasyon beklentilerinin daha da iyileşmesi, tetiklemesi açısından önem arz etmektedir. Öte yanda küresel finansal koşullar ve döviz piyasalarındaki dalgalanmalar da dahil olmak üzere dış riskler Merkez Bankası'nın karar alma sürecindeki belirleyici olmaya devam etmektedir. Bu çerçevede bankanın enflasyonu orta vadeli hedefler çerçevesinde istikrarlı bir yaklaşım sergilediğini ileri sürmemiz mümkündür. Bu da bankanın öncelikle bir iletişim stratejisini izlediği ve enflasyonla piyasayla yoğun bir ilişki içerisinde girerek bu kararı aldığını söylememiz mümkündür. Təşəkkür edirəm Mehmet bəy, çox sağ olun. Əziz tamaşaçılar, təbii ki, federal ehtiyatlar sisteminin faiz qərarı dolların zəifləməsi, valyuta indeks və əmtəə bazarlarına da təsirsiz ötüşə bilməzdi. Gəlin qrafik üzərindən biz bu bazarları da izləyək. Valyuta bazarlarında baş verənlərlə davam edirik. Avro-dollar cütlüyü burada möhkəmlənmə var. Avro-dollar qarşısında möhkəmlənib 1.17. Funt sterling dollar və funt sterling isə dollar qarşısında ucuzlaşıb, yəni geriliyib 1.34 səviyyəsində qərarlaşıb. Dollar Türk lirəsi cütlüyü biz burada görürük ki, dollar Türk lirəsi qarşısında möhkəmlənib və 42.61 səviyyəsində qərarlaşıb. Rus rublunda da biz görürük ki, dollar Rus rublunun qarşısında möhkəmlənib və 1.13% 79.25 səviyyəsində qərarlanıb. Çin yuanı isə dollar qarşısında gerilib 0.9% və 7.06 səviyyəsində qərarlaşıb. Azərbaycan manatı sabitdir, 1 manat 70 qəpik, 1 avro 1 manat 98 qəpik civarında ticarət olunur. 100 Rus rublu isə 2 manat 16 qəpikdir. Burada gerilənmə var. Türk lirəsi isə 3 qəpik və Çin yuanı isə sabit qalıb. 24 qəpikdən biraz artıq ticarət gününə yekun vurub.
Biz indekslərə, beynəlxalq indekslərə nəzər salaq, qlobal iqtisadiyyatın barometri olan beynəlxalq indekslərdə nələr baş verir? S&P 500, S&P 500-də biz görürük ki, möhkəmlənmə var, 0,7%, bəli, Fedin faiz qərarı bazarları canlandırıb. Dow Jones 48.058 dollar və 1,5% möhkəmlənmə, Nasdaq 100, Nasdaq 100-də də biz artım görürük, 0,3%. Avropa indeksi DAX-da biz azalma, geriləmə görürük. FTSE 100-də isə artım var, 0,7%. Nikkei 225-də də biz 0,92% Yaponiya indeksində geriləmə görürük. MTL bazarlarına nəzər salaq. Bəli, MTL bazarlarında biz görürük ki, qarışıq dinamika demək olar. Xüsusilə də neft məhsulları, neft markaları biz görürük ki, qırmızı diapazonda qərarlaşıb. Brent markalı neftin qiymətində 1,3% geriləmə var. 61 dollar 42 sentə ticarət gününə yekun vurub. WTI markalı neft isə 57 dollar 70 sentə alıcılara təklif olunub. Azerlight'ın qiymətində də biz 0,14% geriləmə görürük. Azerlight 65 dollar 23 sentə təklif olunur. Təbii qazın qiymətində də geriləmə var. 1,33% və 4535 dollarla ticarət gününə yekun vurub. Qızıl və gümüş, bu iki əmtənin qiymətində artım var. Qızılın qiymətində 0,38% artım, təxminən 16 dollar 25 sentlik artımla qızıl alıcılara 4241 dollara təklif olunub. Gümüş isə 2,2% artımla 62 dollar 38 sentə ticarət birjaları yekunlaşdırıb. MTL bazarlarında biz qeyd etdik, qızılın 1 troya unsiyası üzrə fütureslərin qiyməti də artıb. New York'un COMEX MTL birjasında qızılın 1 troya unsiyası üzrə dekabr fütureslərinin qiyməti 0,18% artaraq 4246 dollardan 40 sent olub. Elə gümüş qiymətlərində də artım davam edir, hörmətli tamaşaçılar. Bəs qiymətli metalların qiymət artımı yerli bazarlara necə təsir edəcək? Biz sualımızı MTL bazarları üzrə ekspert Rövşən Əmircanova ünvanlamışıq. Rövşən müəllim, salamlayıram sizi. Bəli, qızıl və gümüşün qiymətləri artır. Bu yerli bazarlara necə təsir göstərəcək? Sizdən eşidək. Azərbaycan qızıl qiymətlərinin artımından faydalanan ölkələrdən biridir. Qızılın bahalaşması şübhəsiz ki, Azərbaycanın da müvafiq sektoruna öz müsbət təsirini göstərir. Yerli şirkətlərin hasilatı və ixracı artan dünya qiymətləri fonunda daha yüksək gəlir gətirir. Eyni zamanda dövlət neft fondunun qızıl ehtiyatlarının dəyəri yüksəlir. Qızılın 4000 ABŞ dollarının üzərində ticarət olunması bu aktivlərdən əldə olunan ümumi gəlirləri nəzərə çarpacaq dərəcədə artırır. Azərbaycanın daxili bazarında vəziyyətə gəldikdə isə burada qızılın qiyməti qlobal artımlara uyğun şəkildə bahalaşır. Hazırda qızılın qiyməti beynəlxalq qiymətlərdəki dəyişikliklərə paralel şəkildə formalaşır və tələbat əsasən 585 və 750 əyarlı məmulatların üzərində cəmlənsə də investisiya məqsədi ilə xüsusilə külçə alışı da sabit şəkildə artmaqda davam edir. Bu qiymət artımına baxmayaraq, ümumi olaraq zərgərlik sektorunda satışlar nisbətən stabil qalır. Çünki alıcıların əksəriyyəti daha kiçik çəkiyə malik məmulatların alımına üstünlük verir. Ümumilikdə isə qızıl və gümüş bazarlarında yüksək trendin hələ də davam edəcəyini proqnozlaşdıra bilərik və mövcud fundamental faktorlar qiymətlərdə əlavə artım potensialının olduğunu göstərməyə əsas verir. Xüsusilə gümüşün artan sənaye tələbi bu metala yaxın illərdə də daha strateji mövqe qazandıra bilər və bu bazarın əsas sürükləyici metalına da çevrilə bilər zamanla təbii ki. Təşəkkür edirəm Rövşən müəllim. Belə əziz tamaşaçılar, iqtisadiyyat xəbərlərinə ayrılan vaxt burada başa çatır. Sizinlə sağolaşırıq. Sağ olun, salamat qalın.